Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpla Rusiya prezidenti Vladimir Putinin Macaristanda planlaşdırılan görüşünün ləğv edilməsi bu ölkənin baş naziri Viktor Orbanın daxili siyasətdə mövqelərinə mənfi təsir edib. Orban Budapeştdə planlaşdırılan Trump-Putin görüşünü qarşıdan gələn seçki kampaniyasında istifadə edəcəkdi. Lakin indi vəziyyət dəyişib. Guardian yazır ki, hakim Fides partiyası 1956-cı ildə Macaristanın kommunist idarəçiliyinə qarşı üsyanın yatırılmasının ildönümünə hazırlaşır. 2010-cu ildən hakimiyyətdə olan Fides partiyası bildirib ki, Budapeştdə keçiriləcək ildönümü mərasiminə rekord sayda iştirakçının qatılacağı və baş nazir Orbanın tərəfdarları qarşısında çıxış edəcəyi gözlənilir. Hakim partiya Trump-Putin görüşü fonunda mitingi sülh görüşü kimi təqdim edirdi. Lakin Amerika Birləşmiş Ştatları və Rusiya liderlərinin görüşünün ləğv edilməsi planları pozub. Bu situasiya Orbanın rəqibi Peter Magyar'a sərf edib. Apreldə keçiriləcək seçkilərə 6 ay qalmış Magyar'ın liderlik etdiyi Tissa partiyasının reytingi Fideslə bərabər qiymətləndirilir. Hökuməti dəstəkləyən sorğu təşkilatları isə bununla razılaşmır. Sorğulardan çıxan əsas nəticə odur ki, hər 4 Macardan biri qərarsızdır, yaxud siyasi mənsubiyyətini ifadə etməyi istəmir. Hazırda Macaristanda ciddi qarşıdurma yaşanır. Orban rəqibi Magyar'ı Brüsselə işləməkdə, Magyar isə onu Rusiyaya işləməkdə itham edir. Bu qarşıdurmanın seçki ərəfəsində daha da kəskinləşəcəyi gözlənilir. Türk Dövlətləri Təşkilatına üzv olan Macaristanda baş verənlər Azərbaycanda da maraqla izlənilir. Çünki seçkinin nəticələri həm təşkilatın fəaliyyətinə, həm də Bakı-Budapeşt münasibətlərinə təsirsiz ötüşməyəcək. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.